16 tapşırıq bənzər tapşırıqda 15 ilə. Buradan sistemin ümumi təcini tapırıq. F bölünsün M. F bölünsün. M-imiz yenidən 6M-dir. Və bu səfər F-imiz verilir və T gəlmə qüvvəmiz istənilir. Buradan yalnız T qüvvəsinə görə yazsaq, F əvəzləyici bərabərdir MA-ya görə. Yalnız bir qüvvə olduğu üçün əvəzləyicinin yerinə T yazırıq. M-imiz elə M-ə bərabər olduğu üçün M qalır. A-mız isə F bölünsün 6M-dir. M-dən ixtisar gedir. F bölü 6, o da 60 bölü 6 bərabərdir 10 Newton olacaq. Daha sonra isə digər üsulla və onu da qeyd edim ki, burada T hər iki cisim tərəfindən dartıldığı üçün sağa olduğu kimi sola da bir T gəlmə qüvvəmiz yaranır. Və biz burada əks istiqamətdə olan F ilə əks istiqamətdə olan T gəlməyə görə yazacaq və bu iki qüvvəni nəzərə alaraq yazsaq, F əvəzləyicinin yerinə ikisinin fərqi yazılır. Yəni F çıxılsın T, F tərəfə dartıldığı üçün F böyük olacaq qiymətcə. Ona görə F minus T yazırıq, bərabərdir. MA-da isə MA-nın yerinə bu iki kütlənin cəmini yazmaq lazımdır. Yəni 5M. A-mız isə tapdığımız kimi F bölü 6M-dir. F bölü 6M. M-də ixtisar gedir yenidən. F-imiz bərlidir. 60 çıxılsın T bərabərdir. 5F bölünsün 6. Hər tərəfi 6-ya vursaq 360 çıxılsın 6T bərabərdir 5F. Və buradan da 5F, daha doğrusu burada F-imizin qiyməti var 60. 60-a da vursaq burada olur 300. Bu sol tərəfə keçirər isə bərabərliyin 60 bərabərdir 6T alınır. T də bərabərdir 10 Newton olacaq.